bibisini alıb uşaq dünyaya gətizdirən və həmin o uşaqların peyğəmbər olduğunu bilirdinizmi? Bəli, İslam və Yəhudiliyə görə iki peyğəmbər var ki, onların ataları öz bibilərini alıb və öz bibilərindən doğulan uşaq, öz bibisindən daha doğrusu doğulan uşaqlar indi onlar İslam və Yəhudilikdə peyğəmbər sayılırlar. Bu peyğəmbərlər kimdir? Harun və Musa peyğəmbər. Bəli, Harun və Musa peyğəmbərin atası öz bibisini alıb. Bu nə harda keçir? Bu keçir Yəhudilərin müqəddəs kitabı olan Tövratda. Tövratın çıxış hissəsi, çıxış 6-cı fəsili açıb baxsanız, orada Musanın və Harunun nəsil şəcərəsi var. Mən o nəsil şəcərəsini ümumi olaraq oxumuram, çünki əsas yerini oxuyacağam. Orada açıq aydın ifadə olunur ki, bu şəxs öz bibisini alıb. Bu harda keçir? Çıxış 6-cı fəsil 20-ci ayədə. Amram bibisi Yokebedi arvad olaraq aldı. Arvadı ona Harunu və Musanı doğdu. Amram 137 il ömür sürdü. Ayədən açıq aydın görünür ki, həmin bu Amram öz bibisini alır və bibisi hamilə qalır, 2 oğul doğur və 2 oğlan da bugün İslamiyyətdə və Yəhudilikdə peyğəmbər sayılır. Bəli, Harun və Musa peyğəmbərin atası öz bibisini alıb. Yəni, bu peyğəmbərlərin anaları atalarının bibisidir. Bunu mən demirəm, burada kimsə kimin acığına gələr, xoşuna getməz, mənə hücum etməsin, getsinlər, bir zəhmət Tövratı açsınlar, oxusunlar. Müqəddəs Bibliyada keçin, Bibliya kitablar toplusunda olan Tövrat, onun çıxış hissəsi 6-cı fəsil 20-ci ayə. Bu kimi mövzulardan məlumatlı olmaq istəyirsinizsə, kanala abunə olub, mövzunu bəyənib, paylaşmağı unutmayın. Bir də sonda bunu da deyim ki, mənim bütün videolarımda nəyi ifadə eləmişəmsə, nəyi açıqlamışamsa, hamısının mənbəsi var, isbatı var, sübutu var. Kim inanacaq, inanmayacaq başqa bir şeydir. Kim qəbul edəcək, etməyəcək başqa bir şeydir. Amma mən danışdıqları hamısının mənbəsini mən ekrana da qoyuram, videonun aşağısında, məlumat hissəsində də qoyuram. Bir zəhmət söyüş-söymədən əvvəl, təhqir etmədən əvvəl bu mənbələri açın, araşdırın. Əgər bu mənbələrdə bu şeylər keçməsə, ondan sonra gəlib söyüb və təhqir edərsiniz. Bunun da Harunun və Musanın da atasının öz bibisini almağı mən demirəm, bunu Tövrat deyir. Sözünüz varsa da bir zəhmət gedin Tövrata, onu yazanlara və yaxud da o kitaba iman gətirənlərə bildirin. İzlədiyiniz üçün çox sağ olun.